Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Qadın və kişi sevgili və yaxud da evlilik münasibətlərində bir tərəf digər tərəfi dəyərdən salarsa, ona psixoloji və fiziki şiddət tətbiq edərsə, alçaldarsa, davamlı tənqid və təhqir edərsə, nəyi etmək olar, nəyi etmək olmaz. Burada yəni insan olaraq biz hər zaman bu sualı veririk ki, görəsən niyə belə eləyir həmin adam? Niyə də niyə? Məsələ burasındadır ki, bu niyəsini araşdırmaq, yəni həmin insanın motivini bilmək, bu çox uzun və enerji sərf olunan bir prosesdir və siz də psixoloq deyilsiniz, psixiatr deyilsiniz, davranış elmləri üzrə mütəxəssis deyilsiniz, hüquqşünas deyilsiniz ki, yəni bunun motivini araşdırasınız. Bunun motivini araşdırana kimi artıq zaman da gedəcək, sizin canınızdan gedəcək. Burada ən vacib məsələ nədir? Bunu yadda saxlayın ki, əgər münasibət sağlamdırsa, insanın baza duyğusu sakitlik, təhlükəsizlik və güvən olur. Hətta konfliktlər olsa belə, hətta çətin zamanda olsanız belə, başa düşürsünüzmü? Əgər həmin o partnyordan siz davamlı olaraq qorxu, həyəcan hiss edirsinizsə, sinəvinizdə ağırlıq, boğulma hissi, qarında sancılanma və yaxud da kürəklərinizdə ağırlıq, deşici bir sanki alət kimi ora vururlarmış kimi. İndi bu insanlara görə dəyişir. Hiss edirsinizsə, demək ki, nədir? Münasibət sağlam deyil. Ona görə niyəni qoymaq lazımdır bir kənara. Nə etmək lazımdır? İlk öncə diqqət yetirmək lazımdır ki, faktiki olaraq partnyor sizə necə davranır və faktiki olaraq partnyor sizə nələr edir və faktiki olaraq bütün bunların nəticəsində siz nələr hiss eləyirsiniz. Başa düşürsünüzmü? İnsan çünki meyillidir motiv və yaxud da niyə tapmağa. Bəzən bir də görsən, davranışları rasionalizə eləyirlər. Məsələn, qadın deyir ki, sevgilim 2 gündür yoxa çıxmışdı, çünki işdə idi və çox yorulmuşdu. Amma boynunu ala bilmir ki, özdə daxillərdə bilir. Heç mən onun vecinə deyiləm. Amma mən ona görə boynuma almıram ki, ağrı ilə qarşılaşmayayım, kədərlə qarşılaşmayayım, ümidsizliklə qarşılaşmayayım, xəyallarımın yıxılması ilə qarşılaşmayayım və bu məni çox çətin qərarlar verməklə üzbəyüz qoymasın. Başa düşürsünüzmü? Yenə təkrarlayıram. Biri sizə əgər pis davranırsa, onun niyəsini araşdırmağa ehtiyac yoxdur. Siz psixoloq, psixiatr, davranış elmləri üzrə mütəxəssis deyilsiniz. Diqqəti verin, faktlar nələrdir? Sizə necə davranır, sizə nələr edir və bunun nəticəsində siz nə hiss edirsiniz, nələr hiss edirsiniz? Diqqətinizə görə minnətdaram. Sağ olun.